Bugün bu videonu çəkib bu mövzuya son qoymaq istəyirəm. Çünki mənə deyirlər ki, sən blogersən, sən hər şeyi olduğu kimi çəkmirsən. Gülü çiçəyi nəyə çəkirsən? Biz gülü çiçəyi neyinirik? İndi açıqlama verəcəm sizin üçün. Gününüz aydın olsun millət. Demək neçə gündür baxıram bu qızı hamı qoyub ortalığa belə çıxmasın, müzakirə eləyir. Mənə bir şey çatmır da. Bu qız gedib da, torpaq sevgisi var, gedib öz yerinə, yurduna. Pis yaxşı indi dövlət tikib da, indi nə cür tikib, nə eləyib. Yəni gedib yaşayır da bu insan. Nə düşmüsüz bunun üstünə ki, çək filan yerdə göstər. O deyir birinin evinə gedəndə orada negativ axtarırsansa, sən orada nə cür qulluq eləsələr də sən o negativi tapacaqsan. Ya deyəcəksən stəkanda balaca çirk var idi, ya və yaxud da nəsə bir negativ tapasan. Yəni həminki şey oxşadır. Yəni əgər axtarmırsansa da, orada çirkli qabda da versələr, yəni sən onu axtarmırsan deyə tapmırsan, görməyəcəksən o çirkli ləkəni. Bax onu kimidir. İndi siz orada nə axtarırsınız ki? O dövlətin verdiyi evdə nə axtarırsınız? Deyirsiniz ki, oranı çək, buranı çək. Qardaş, sizə bu o qədər maraqlıdır. Gedin özünüz portal açın, gedin baxın orada tikililərə baxın. Gedin orada maraqlanın, o evlər nə cür tikilir, hansı çatışmamazlıqlar var. Gedin onu işıqlandırın. Nə düşmüşsə bu qızın üstünə. Nə olub bu qız neyinir ki? Əxlaqsızlıq eləyir, tərbiyəsizlik eləyir. Gedib elinə obasını orada yaşamaq istəyir də. Onun üçün qəbuldur. La bu ev belə deyək ki, yarı kubikdən tikilib. Onun üçün qəbuldur. Siz gedin Lütfü şeyi müzakirə edin. Hansı ki, xalqın evinə girib vaxtı ilə, bəli o vaxtı millət qucaq açdı, Qarabağlılar öz elimiz, obamızdır. Yəni hər yerdə də deyirik, Qarabağ Azərbaycandır. Qarabağ fərq qoymuruq. Mən özüm Qarabağlı deyiləm, mən Gədəbəyliyəm. Yəni gedin onları müzakirə edin ki, xalqın evinə dövlətin dəstəyi ilə, xalqın sevgisi ilə gəlib girmisən, indi çıx da, o vaxtı da tamamdır. Bu qız kimi, bu qızdan nəyiniz artıqdır? Çıxın, gedin orada yaşayın da. Gedin orada deyin ki, bugünkü gün dövlətdən kömək istəyirsiniz ki, ay dövlət, və məni evdən çıxardıblar. Veşini yığ, çıx, ged ora. Ged orada dövlətdən kömək istə ki, ay dövlət, mən gəlmişəm, mən burada işsizəm, necə dolanım? Verdiyin evdə yaşayıram, necə dolanım? Bunu tələb elə. Yoxsa sən düşmüsən dövlət məhkəmə ilə məni xalqın evində mən vaxtilə 30 ildir burada yaşayıram, indi çıxardırlar. Yəni bunları müzakirə edin ki, haqq, ədalət söhbəti var. Yəni haqqına bu qızın üstünə düşmək, yəni onu qınamaq haqsızlıqdır. Bu qız gedir, neyinir orada gülləri, çiçəkləri, qadın xaylağı da qızdır. Baxır, ləzzət edir ki, vətənimiz, torpağımız çiçəklənir. Qarabağ 30 il işğal altında olan torpaqlarımızda çiçəklənir. Yəni bu neynəməlidir ki? Gedib oranın kubikin sementini analiz aparmalıdır. Bura neçə faiz sement vurulur. O qızın işi deyil axı. Belə qoçaq oğlanlarsız gedin araşdırın da. Var mənim dostlarım, tanışlarım var Qarabağlı. Onların içində mərdlər var, qardaşlar var. Buradan hamısını da salamlayıram. Amma elə insan da var. O insan qaça-qaç düşən vaxtı o heç anadan olmayıb. Gəlib burada anadan olub. Məsəl üçün heç görməyib Qarabağı. Onun üçün bugünkü gün çətindir. Gəlib şəhər şəraitində yaşayıb. Məsəl üçün gəlib orada yaşamaq çətindir. Onun ora inteqrasiya olmaq üçün, orada adaptasiya olmaq üçün, yəni ona bir müddət lazımdır ki, o insan orada şərait qurulsun. İndi bu xanım da qoçaq çıxıb məsəl üçün gedib. Burada nə var ki? Yəni bu niyə bu qədər qınayırsınız? Niyə bu hər şeyi bunun üstünə yüklənirsiniz? O qızı niyə küstürürsünüz ki? O vətənə olan sevgisindən, torpağına olan sevgidən niyə küstürürsünüz ki? Və budur sizin qeyroyluğunuz, qəhrəmanlığınız. Ayıb deyə valla düşməyin xalqın qızının üstünə ki, belədir, elədir. Belə qoçaqsınız, yəni negativ axtarırsınız. Gedin, yəni deyirəm, gedin özünüz maraqlanın. Lazım olan oğlanlar var, məsəl üçün canını verir. Qarabağlıdır, məsəl üçün deyir, bu dəqiqə gedirəm. Bir dənə gözləyir ki, orada yer yurt düzəlsin, getsin ora. Deyir, orada özüm işlə taparam. Ev yox, dolanaram. Yəni vətən sevgisi var, torpaq sevgisi var. Amma oğlan da tanıyıram, deyir ki, mənim nəyimə lazımdır. Mən şəhər uşağı olmuşam ucu. Mənim nəyimə lazımdır. Elələri də var, ya onların da adını çəkirəm. Yəni ümumi biz Azərbaycanlıyıq, birincisi fərq qoymalı deyil. Bu Qarabağlıdır, bu Şirvanlıdır, Turanlıdır, nə bilim, Qərblidir. Azərbaycanlıyıq. Yəni bu məsələləri yığışdırın, cəmaatı bezdirməyin. Düşmüsünüz. O qədər gedin o Qarabağın şotuna, Qarabağ mahnıları oxuyan müğənnilər var ya, milyonları yığıblar altına. Cəmaatın kövrək hisslərindən oynayıb, Qarabağ mahnılarından gediblər, pul qazanıblar, milyonlar yığıblar. Hansı ki Qarabağın alınmağında nə mənəvi, nə maddi dəstəkləri olmayıb. Gedin onları müzakirə edin. Nə düşmüşsə qızın üstünə. Əcəb eləyir. Gedib yaşayır, pis yaxşı onun üçün qəbuldur. Normal də tikilib, indi oradan nəsə hansısa podratçı şirkətin hansısa bir səhlənkarlığı, o demək ki, dövlət məsəl üçün özü qəsdən eləyib və yaxud da orada hansısa bir sakin istəmədən belə olur və yaxud da bu cür istəyib, neyniyib.
O nə sakinlərin, nə ora köçən insanların, nə də digərlərin günah yoxdur. Orada əgər səhv varsa da podratçı şirkətlərin səhvidir. Ayrılıbsa 50 min, orada 20 mini yiyib 30 min vəsait xərcləyib ora. Bunun səhvidir, qızın səhvidir, orada hansısa çatışmamazlıq var. Özünüzü yığışdırın insanlar. Boş-boş düşmüsünüz yazıq qızın üstünə. Yaxşı eləyir, halal olsun ha xanım. Tək ki səndə olan ləyaqət, o bəzi nəyimə lazımdır Qarabağ deyən kişiciklərdə ola. Allah səni var eləsin. Allah xalqımızı qorusun. Biraz bütöv olaq. Dilimizdə deyirik Qarabağ Azərbaycanın da, amma bugünkü gün durub orada səhvlər axtarırıq. Allah xalqımızı, dövlətimizi qorusun.